Son vaxt xəstələrin şikayəti ən çox qadınlarda vaginal ifrazatlardır. Ən çox kandemikoza rast gəlinir ki, bu daha çox şirniyyat yeməkdən, qızlarımız diyeta saxlamırlar. Nə vaxt baxırsan qızlar şirin şey yer və bunun axırı da gətirir. Bax belə şəkər xəstəliyi həmişə köbələklə birlikdə olurlar. Onlar bir-birini sevirlər elə bil ki. Şəkər olan yerdə elə mühitdir ki, köbələklər orada daha yaxşı yaşayıb, artıb çoxala bilirlər. Köbələk xəstəliyində ən xarakterik əlamət şor şəkilli çirkdir və qaşınmadır. Əgər bunlar varsa, siz şübhələnin, şəkərinizi yoxladın və həkimə müraciət edin. Köbələk elə bir xəstəlikdir ki, onu gərək dərindən müalicə eləyəsən, kökündən müalicə eləyəsən. Yəni müvəqqəti təsir göstərən köbələk əleyhinə dərmanları gedib aptekdən öz başına almayın. Deməli qızım, bu tabletkanı gündə 2 dəfə yeməkdən əvvəl, bu tabletkanı gündə 3 dəfə, bu da yeməkdən əvvəldə. Aralarında 20 dəqiqə fərqlə yanıb içə bilərsən. Əsasən şirin şeydən tamam çəkinmək lazımdır. Ağ çörək çox yemə, şirniyyatı üstündən xətt çək. Bir də qətiyyən nəm saxlama, özünü həmişə qupquru saxlamalısan.